Telefonda yan ekran eləyin, ha, rahat görün. Problem yoxdur ki, hamı rahat görür. Deməli belə. Uşaqlar, baxın, gəlin ailəni yenə əmələ gətirək. Cəmaatın ailəsi üçün görün nə qədər iş görürük biz. Deməli, 4x kvadratı, 4x kvadratı. Üstə gəl 12x, üstə gəl. Görəsən nə yazsaq bu bir müxtəsər açılışı olacaq. Daha sonra y-in kvadratı çıxılsın 4y, üstə gəl nə yazsaq bu görəsən bir açılış olacaq, bərabərdir 0-a. Uşaqlar, birinci ailədə deməli, nəyin kvadratı 4x kvadrat eləyir? 2x. 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 İndi görəsən 2x-in nəyə vuranda 2 misli bu eləyəcək. 2. Yox, 3. 3. Ay, sağ olun. Yəni zərrin bizim, bax, burada duran həmişə hasilin 2 misli olur da. 12-ni bölü 2-yə 6. Yəni 2-ni nəyə vuranda 6 eləyir? 3-ə. Bil ki, burada duran 3-dür. Və biz də müxtəsər açılışında burada durana 3-ün kvadratı, yəni 9 deyirik. Üstə gəl. Y-in kvadratı bizə y verir. Nəyin 2 misli 4y-dir? 2. Ay, sağ ol. 2. 2. Bax, zərrin 4-ü 2-yə bölürsən 2. Yəni sən y-i nəyə vuranda 2y eləyər? Əlbəttə ki, 2-yə. Yaxşı? Burada duranda 2-nin kvadratı 4 olur. Bərabərdir 0-a. Uşaqlar, fikir verirsiniz, əlimizdə 13 manat pul var idi. 9-un verdiyi x-lar ailəsinə, 4-ün də verdiyi y-lər ailəsinə. Heç nə qalmadı ki əlimizdə. Deməli belə. İndi kvadratlar cəmini 0 tapdıq. Bunların da bilirsiniz ki, cəmi 0 olması üçün ayrılıqda nə olmalıdır? Hər ikisi 0-a bərabər olmalıdır. Hansı kvadratların cəmi 0 eləyər ki? 0-dan 0-ında, çünki kvadratın ən kiçik qiyməti 0-dır. Bundan qalan bütün qiymətlər müsbətdir. Sən deyəsən, Aytəc, buradan 0 demirsən, cavab demirsən. Səndən sadəcə x, y hasilini soruşurdu. Bir dəfə 2x üstə gəl 3 bərabərdir 0. 2x bərabərdir mənfi 3-ə. Hər tərəfi də 2-yə bölsən, x-i mənfi 1,5 tapırsan. Bu bir tərəfdə Günay xanım, y-2 bərabərdir 0-a, y-i də buradan 2 tapırsan. Bizdən də hasili soruşur. Mənfi 1,5-i 2-yə vuranda, bəli, mənfi 3 eləyir. Aferin sizə, C tapanlar tapmışdınız, doğruydu. Əla. İndi yazın 37-ni. Səhv yazanlar və düz yazanlar yenə də yazırsınız. Buyurun yazın 37 nömrəli sualı. Yazın, gəlirəm. Kiminsə sualı